Salam, xoş gördük hər birinizi. Növbəti podkastla qarşınızdayıq. Bugün həm köhnə tələbəmiz, həm də indiki müəllimimiz Xızır ilə birlikdəyik. Xoş gördük Xızırı. Xoş gördük. Zəhmət olmasa qısa məktəb və universitet həyatından bağlı qısa məlumat ver, davam edək. Mən Saxrayev Xızırı 2006-cı ildə Balakən rayonunda anadan olmuşam. Orta məktəb təhsilimi Qəzvin kənd tam orta məktəbində almışam. Orta məktəb bitirdikdən sonra Ada Universitetində kompüter elmləri ixtisası üzrə oxuyuram və hal-hazırda bu ili The University of Manchester'dan kompüter elmləri üzrə qəbul olmuşam və hal-hazırda DPN cavablarını gözləyirəm. Okay. Xızır, mən istəyirəm ki, biraz əvvələ gedək. Məktəbin ibtidaidan sonraki dönəmində 6-7-ci siniflərdən etibarən olan həm hansı fənlə məşğul olmusan daha çox, həm necə məşğul olmusan, oradan bəri gələk belə deyək. İbtidai sinifdə mən daha çox riyaziyyatla maraqlanırdım. Riyaziyyatım çox yaxşı idi. İbtidai sinifi bitirdikdən sonra isə bu marağım informatika fənninə dəyişdi. O zaman bizim məktəbimizə yeni informatika müəllimi gəlmişdi və onun bir növ sayəsində mən informatika ilə maraqlanmağa başladım. 6-7-ci siniflərdə müxtəlif informatikadan o zamanlar müxtəlif müsabiqələr var idi. Alplogo, SketchUp tipli müsabiqələr. Onlarda iştirak elədik və bir sıra uğurlarım oldu. 6-cı sinifdə səhv eləmirəmsə Alplogo fənni var. Sadəcə müəyyən bir bağa var orada və həmin bağanı kod yazıb hərəkət elətdirməkdir məqsəd. İlk dəfə proqramlaşdırmanı bir növ orada test eləmişəm və gördüm ki, maraqlı bir şeydir. Həmin bağanı hərəkət elətdirib müxtəlif belə fiqurlar falan hazırlayırdıq. 6-cı sinifdə onun hal-hazırda da davam edir. Alplogonun hər ildə yarışları olur. Onda iştirak elədim. Həmin yarışda 6-cı sinifdə gümüş medal qazandım. 7-ci sinifdə yenə həmin proqramlaşdırma müsabiqəsi 6-7-də keçirilən bir müsabiqədir. 7-də də eyni müsabiqə gələn il təzədən çox çalışıb yenə eyni müsabiqədə iştirak elədim və 7-ci sinifdə ondan birincilərin birincisi olmaqla qızıl medal qazandım. Həmin il SketchUp modelləşdirmə yarışı var idi. Həmin yarışda da iştirak eləmişdim. Ondan da gümüş medalım var idi. Düzdür, bu kənd məktəbində oxuyan biri üçün məncə yəni qazanıla biləcək biraz yuxarı level bir olimpiyada, yəni müsabiqə idi həmin zamanlarda. Yəni mən 5-də oxuyanda onun qaliblərinə belə bir xəyal kimi baxırdım da ki, bəs bu necə olur, bunlar gedib orada qalib gəlirlər və s. 7-ci sinifdə qızıl alandan sonra gördüm ki, yəni proqramlaşdırma ilə müəyyən bir şeylər eləmək olar əslində. 7-ci sinifin sonunda oturduq, Nərmin Həbilovadır bu arada müəlliməm. Salamlarımızı çatdırırıq Nərmin xanıma. Mən də buradan salamlarımı çatdırıram. Oturduq, həmin müəllimimlə danışdıq ki, bəs bundan sonra next step nə ola bilər, nə edə bilərik daha yaxşı yerlərə gəlmək üçün. O zamanlar əslində indiki kimi olimpiyadalar məncə daha çox yayğın da deyildi. Çünki 2020-ci illərdən danışıram və kənd məktəblərində ümumiyyətlə belə çox məlumat yox idi. Müəlliməm araşdırdı və qərara gəldik ki, biz informatikadan fənn olimpiyadalarında artıq iştirak eləməliyik. Yəni bu cür müsabiqələr yaxşıdır, amma bir yerə qədər yaxşıdır və bundan sonra artıq biraz hədəfi böyütmək lazımdır. 8-ci sinifin əvvəlində 7-ci sinifi bitirirdim artıq həmin müddətdə. Qərara gəldim ki, olimpiyadalara başlayım və ondan sonra da olimpiyadalar dönəmi başladı bir növ belə. Və 8-də artıq RFO-ya başladın, Respublika Fənn Olimpiadalarına və 4 illik bir orada marafon var. Orada olan proses necə oldu? Orada olan belə demək mümkün nəticələrin nə oldu? Biraz onlardan 8-ci sinifə olimpiyadaya başlayanda demək olar ki, heç bir ideya yox idi. Yəni necə hazırlaşmaq olar və s. Əlimizdə olan data o idi ki, bəs yəni olimpiyadada 2 dənə dil optionu var. Yəni biri C++ proqramlaşdırma dilidir, biri də Python proqramlaşdırma dilidir. Yəni bu 2 dildən birini öyrənmək lazımdır idisə və sonra gəlib olimpiyadada iştirak etmək lazımdır. Və bir neçə dənə də ilkin turların əlimizdə o vaxtlar var idi. Sualları var idi. Birinci turun sualları idi əsasən. İndi fərqlidir həmin format, amma həmin vaxtı müəyyən psevdokodlar verilirdi və həmin kodların nəticəsi bir növ soruşulurdu uşaqdan və fərqli biraz riyazi, biraz algoritmik suallar olurdu. Yəni ilk turda Respublika Fənn Olimpiadasının. Oturdum yay dönəmində, mən ona qədər yalnız Alplogo ilə falan böyüyən uşağam. İndi oturub ingilisində yəni kodlaşdırmanı C++ proqramlaşdırma dili öyrənməliyəm. Heç bir resurs yoxdur, bir dənə internet
internet deyəndə elə bir YouTube var və YouTube-dan nəsə öyrənməliyəm və kənddə yaşadığım üçün də o vaxtlar yəni internet barəsində əslində ciddi problemlər var mənim. Yəni internetə giriş yoxdur. Megabayt zad alıram, belə YouTube-dan nəsə bir videonu yükləyirəm, sonra o videoya oturub sonradan baxıram və s. yəni saatlıqla falan, yəni çox qəliz problemlər var orada, yəni internetlə bağlı. Çünki bizim Wi-Fi mən məktəbi bitirəndən sonra bizə keçirdi. Yəni evdə Wi-Fi ondan sonra olub, yəni Bakıya gələndən sonra. Heç nə, elə bil yay dönəmimi 7-ci sinfi bitirib 8-ci sinfə qədər olan, yəni başlamazdan öncə olan yay dönəmim sadəcə olaraq C++ proqramlaşma dilinə aid müəyyən videoları yükləməklə və həmin videolara baxmaqla keçirdim. O vaxtlar ingilis dildə bilmirəm və demək olar ki, resurs yoxdur da. Yəni sadəcə türk dilində olan kanallar və həmin kanallardan baxıb müəyyən bir nəsə öyrənmək var. Yay dönəmində C++ öyrənməyə çalışdım və gördüm ki, bir yerdən sonra getmir. Çətin gəlir mənə C++. Çünki ola bilər ki, bəzən sıfırdan başlayanda və sadəcə YouTube videolarına baxanda bu uşaq, yəni 7-ci sinfi bitirən bir uşaq üçün çətin gələ bilər. Və müəllimimlə danışdım və qərara gəldi ki, mən Python-a keçid edeyim, Python öyrənim. Python asan idi. Yəni ilk belə daha rahat gəldi. Python öyrəndim. Getdim ilk turda iştirak elədim. İlk turda səhv eləmirəmsə 100 baldan 90 bal üzərində bir müəyyən bir bal yığdım və həmin 90 bal mənə kifayət qədər yüksək bir nəticə idi ilk tur üçün və rahatlıqla yarımfinala keçdim. Yarımfinal formatı haqqında, yəni mən öncədən olimpiyadaya hazırlaşanda sadəcə ilk tur formatında hazırlaşmışam da, yarımfinal formatında elə bir fikrim yoxdur. Yəni və indi yarımfinal formatına baxanda gördüm ki, tamam fərqli bir şeylər var orada. Yəni bu nədir? Kod yazmaq lazım sıfırdan. Yəni mən kodu üzünə oxuyub cavab verə bilirəm. İşte qərara gəldik ki, biz şey eləməliyik, yarımfinala hazırlaşmaq lazımdır. Özdə yanvardan fevrala qədər desə vaxt var əlimizdə yarımfinala hazırlaşmaq üçün. Müəlliməm getdi, araşdırdı, şey tapdıq ki, bəs bir dənə sayt var, hal-hazırda da məşhur bir saytdır, yolimp.com adında bir sayt var. Onu aşağı qoyarıq, istəyənlər oradan izləyə bilər. Yeni başlayanlar üçün yaxşı bir sayt. Orada elə bir olimpiyada formatında 10 minə yaxın, hətta 10 mindən çox məsələ var. Yəni hazır məsələ bazasıdır və kodu yazıb göndərdiyi zaman sistem avtomatik həmin o kodun məsələ üçün doğru olub-olmadığını test eləyir və cavab olaraq kodun, yəni neçə faiz testdən keçdiyini, doğru olub-olmadığını geri qaytarır. Və artıq mən kod yazmağı, müəyyən qədər kodda anlayışım var, amma sıfırdan məsələ yazmağı həll eləməyi bacarmıram. Oturdum bir ay ərzində, düzdür, yəni mövzu falan bilmirəm. Sadəcə qarşıma gələn bütün məsələləri başladım həll eləməyə. Yəni nə bacarsam həll eləyirəm. Məsələlər də belə random orderlə sıralanıb. Yəni bilinmir hansı asandır, hansı çətindir, hansı yeni başlayanlar üçündür və s. Orada bir dənə yeni başlayanlar üçün olan kateqoriyası var. Onu bir dənə seçdim, oradan başladım sırayla işləməyə. İşlədim orada, düzdür, bəzi suallar çətin idi. Yeni başlayanlar üçün yazılmağına baxmayaraq, yenə də çətin suallar da var idi. Yəni onları təbii ki, yaza bilmirdim. Bir ay ərzində 300-ə yaxın, hətta 300-dən çox məsələ həll eləmişdim deyəsən. Yəni günə 10 məsələdən daha çox deməkdir əslində bu. Və yəni bu hazırlıq hal-hazırki zaman üçün kifayət eləyərmi deyə soruşsaz, məncə yəni həmin hazırlıqdan hal-hazırda kimsə yarımfinala girsə, bəlkə keçər, amma keçmə ehtimalı aşağıdır. Yəni mənim özümün də keçmə ehtimalım aşağı idi. Yəni düşünmürdüm yarımfinal keçərəm deyə. Yarımfinal Bakıda, fevral ayında Bakıda olacaqdı. Getdim yarımfinala. Normalda imtahanlara girməzdən öncə çox hazırlaşan bir, həyəcanlanan biriyəm və ondan qabaq bir neçə dənə imtahan olub ki, bəs həmin imtahanlara girmişəm və həyəcandan heç nə yaza bilməmişəm və yazmışamsa da pis gündə yazmışam. Həmin imtahana girməzdən öncə normalda imtahan günüdür, olimpiyada günüdür və səhər-səhər açılış mərasimidir, bir növ yarımfinal açılış mərasimidir. Orada gördüm ki, yəni yanımda falan hamı hazırlaşan uşaqlar, müəllimlə hazırlaşırlar, xüsusi müəllimlə zat. Demək ki, mən yəni uzağı şey eləyəcəm də, gedib kəsiləcəm yəni. Böyük ehtimalla kəsilmişəm. Bir sınayım da, görüm necə olur yəni. Beynimdə dedim ki, həyəcanlanıb zad eləməyəcəm, maksimum relax bir şəkildə girib nə bilsəm yazacam, çıxacam da yəni. Girdim yarışa. Yəni birinci sual gəldi, tap yazdım. İkinci sual gəldi. İkinci sualı
100 baldan 30 bal yazdım desə, 3-cü sualı keçdim, 3-cü sualı yazdım. 4-cü sualdan da bir 15 bal qopartdım. Qaldı 238 balım var. Bir dənə B sualına baxıram, üzünə baxıram, baxışırıq. Yəni 38 bal verir. Axırıncı sualda heç əlaqəsi yoxdur. Yəni yaza bilmərəm. Prosta özümdən də gözləmirdim 238 yazaram deyə. Nəsə rahat gəldi. B sualını prosta yazmaq lazımdır. Yəni o vaxtlarda belə yəni karantindən öncəki zamanlar idi. Uşaqlar yanaşı otururdu bir-birinə, belə yaxın otururdu və baxanda başqasının kompüterindən hansı sualları yazdığını görmək olurdu. Yəni belə baxıram, görürəm ki, hamı demək olar ki, yazıb, bir dənə mən B-ni yaza bilmirəm. Yəni nə gündə deyəm. Yəni belə vəziyyət pisdir. O vaxtlarda orada, yəni 8-ci sinifdə oxuyuram. Məsələdə belə sadə bir məsələdir əslində. 1-dən 1 milyona qədər və yaxud da 1 milyard idi, səhv eləmirəmsə, bilmirəm. Yəni ədədlərin cəmini tapmaq lazımdır və bunun üçün sadəcə olaraq mən bir-bir gedib bütün ədədləri toplamağa çalışıram. Bunu kodunu yazmışam və bunu Python-da yazıram. Yəni həmin vaxtlar Python-da işləyirəm. Amma niyəsə keçmir, zaman limitini aşdı deyir və orada qeyd edeyim ki, hər bir məsələnin həllini yazdığımız zaman müəyyən bir zaman limiti qoyulur. Yəni bu informatika olimpiyadasında olan bir şeydir və həll optimal olmalıdır ki, həmin həll tam bal versin. Mənim həllim niyəsə tam bal vermir. Və Python-dan yazıram, keçmir də işləyir. Yəni keçirmək istəyirəm, keçmir və yanımdakı uşaqlar C++-da yazdıqlarını görürəm. Həmin vaxt dedim ki, bəlkə mən bunu C++-da yoxluyum. Mən təxminən 1 aya yaxın müddətdə C++-da öyrənmişəm. Düzdür, pis gündə bilirəm. Amma dedim ki, bəlkə bir ona baxsam nəsə bir, yəni bəlkə keçər də, yəni C++-la keçər, necəsə olar. Hə, C++-da eyni şeyi yazdım, göndərdim, keçmir. Yəni də bu dəfə əvvəl 38 yazırdı, eyni kodu C++-da yazıb göndərirəm, bu dəfə 0 verir mənə. Hə, axıra yaxın fərqinə vardım ki, sən demə orada dəyişən tipini səhv qoymuşammış. Ədədlər çox böyük alınır və dəyişən tipini düzgün qoysam keçəcəkmiş. Dəyişən tipini dəyişdim, göndərdim, 100 bal verdi və 315 balla həmin günü yarım finalı keçmiş oldum. Yəni keçid balı 300 idi, 315 yığmışdı. Biraz üstündə idim desə və 5-ci ən yaxşı bal idi həmin gün yarım finalda və inanmırdım. Yəni çıxanda müəlliməm dedi ki, keçmisən zot. Yəni necə də. Amma belə orada mən səni tanıdığım, adını gördüyüm uşaqlar var idi. Çıxanda birindən soruşdum ki, neçə yığmışsan? 300 yığmışam. Dedi qayıtdı ki, 300 yığmışam və bu uşağın YouTube videoları var idi həmin vaxtı, adını çəkməyəcəm. Və mən də həmin uşağın bəzi YouTube videolarına baxmışdım, yəni öncədən ki, bəs deyirəm ki, bu dahildir də, yəni. Mən çıxıb ondan çox bal yığmışam orada, yəni belə çox qeyri-adi bir situasiya oldu və yarım finalı mən deyərdim ki, yəni çox bəxtəbəxt keçdim də, yəni həmin vaxtı. Yarım finaldan finala qədər daha, yəni belə deyim, disiplinli bir hazırlaşma dönəmi oldu. Həmin vaxtda 2020-ci ilin fevralından sonra karantin oldu və full evdə idik. Və həmin müddətdə artıq mən dərslərə girməyə başladım. Yəni informatika, normal olimpiyada dərslərinə girməyə başladım finala hazırlıq müddətində. 4 ay vaxtım oldu və 4 ayın sonunda final olanda mən artıq bilirdim ki, mən rəqiblərimin minimum 50%-dən qabaqdayım və gedincə hətta müəllimə demişdim ki, bəs mən yəni gümüş falan gözləyirəm də, yəni təxmini bürünc, mən demişdim ki, gümüş gözləyirəm. Yəni o dedi ki, bəs sən bacararsan falan. Yəni getdim gümüş aldım. Sonradan dedi ki, bəs mən gözləmirdim sən gümüş alasan. Yəni max bürüncə falan ümid eləyirdim də. Yəni. Amma mən əmin idim ki, alacağam. Yəni. Çünki o periodda 4 aylıq periodda təxminən 1000-ə yaxın məsələ həll eləmişdim Olimpdə və yəni bilirdim ki, yəni rahatlıqla gedib alacağam da. Artıq yarım finaldan vəziyyət məlum idi və 8-in sonunda gümüş medal aldım. Yəni bu elə bil olimpiyada ilk başlanğıc dönəmim idi və həmin il bir yəni müəyyən qədər bəxtəxuda vəziyyətlər də oldu məncə, amma yarım final bəxtəbəxt keçdim, amma finalda artıq yaxşı bir vəziyyətdə toparlayıb gümüş medal aldım 8-də. 8-dən sonra 9, 10, 11 artıq beynəlxalq olimpiyadalara hazırlıq mərkəzinə seçildim. Artıq bizə mütəmadi olaraq beynəlxalq olimpiyadalara hazırlaşmaq üçün dərslər keçirilirdi. Bu arada 8-in sonunda EJOY olimpiyadası olmuşdu. Junior, yəni aşağı yaş qrupu üçün Avropa olimpiyadasıdır, informatika fənni üzrə. Orada da iştirak elədim, düzdür, medal olmadı. Təbii ki, həmin vaxtda az idi hazırlıq səviyyəsi. Amma orada da həmin il bir beynəlxalq təcrübəsi oldu. Düzdür, onlayn oldu o təcrübədə, çünki həmin vaxt artıq karantin dövrü idi və bizim zaman elə bir vaxta gəlib çıxmışdı ki, orada yəni bütün beynəlxalq olimpiyadalar artıq
onlayn keçirilirdi. Yəni Bakıdan gedib qoşulurduq. Ona görə artıq bir çox iştirak elədiyim beynəlxalq olimpiadalarda onlayn şəkildə iştirak etməli oldum. 9-10-11-də dediyim kimi beynəlxalq olimpiadalara hazırlıq mərkəzində hazırlaşdım. 9-cu, 10-cu siniflərdə qızıl medal qazandım. 11-ci sinifdə gümüş aldım. Onun da bir öz hekayəsi var. Daha sonra yəqin ki danışarıq onda. Orada maraqlıdır. Mən istəyərdim ki 10-cu sinifdə komandaya düşməmən feilini də danışasan. Çünki həmişə uğur olmur, orada uğursuzluqlar da olur. İstəyərdim ki 10-cu sinifdə bütün ili komandaya uyğun olub axırda düşməmə hekayəni də danışasan. 9-10-cu siniflərdə belə artıq, yəni müəyyən qədər top 4-də olan uşaqlardan biri. Top 4-də deyildim, 9-da, juniorda top 4-də idim. Artıq 10-cu sinifdə belə ümumi ən yaxşı 4 nəfərdən biri sayılardım, yəni həmin illərdə. Artıq çox üzərində işləyirəm, sistematikdir, dərslər olur və hər şey çox yaxşı gedir. Artıq demək olar ki, olimpiyadanın nə olduğunu belə çox yaxşı bir şəkildə mənimsəmişəm və rahat bir şəkildə artıq olimpiadalara hazırlaşa bilirəm, beynəlxalq hazırlaşıram. Artıq məqsəd RFO yox, beynəlxalq hədəfləmişəm və beynəlxalq hazırlaşmaqdır məqsəd. 10-cu sinifdə, yəni 10-cu sinif beynəlxalq açısından mənim üçün çox belə uğurlu il olmuşdu. Yəni həmin ili bütün seçmələrdə, yəni bütün seçmələrdə demək olar ki, uğurlu. Bir dənə Megapolis olimpiyadası var idi. Megapolis olimpiyadasında desən 2 nəfər seçilirdi. Ona bir dənə seçilməmişdim, amma geri qalan bütün dörtlülüklərdə hamısına düşmüşdüm, yəni il boyu. Və həmin ili Jatikovdan bürünc medal qazanmışdım. Hətta orada da onun da bir öz hekayəsi var, amma yəni elə olmuşdu ki, bürüncün birincisi olub gümüşü elə bir katofun düz altından qaçırtmışdım. O da belə gümüşə düşərəm 2 günü çox yaxşı nəticə falan. Getdim axırda bürüncün birincisi oldum. Daha çox belə bürünc almaq hissini çox da hiss elətdirmirdi adama ki, bəs gümüş ala bilərdim, amma yəni kəsildik də. Üzüləsən, üzülməyəsən. Orada birinci aldım. Sonra Azərbaycanda həmin il Lütfüzadə adına informatikadan beynəlxalq olimpiyada keçirilmişdi ki, orada bir çox ölkələr iştirak eləmişdi. Orada birinci aldım. Sonra Infocap beynəlxalq proqramlaşdırma müsabiqəsi var. Orada gümüş medal almışdım. Orada biraz yaxşı idi nəticə. Və ilin sonunda mən artıq planlayıram ki, bəs IOI komandasına düşəcəm və gedib IOI-də iştirak edəcəm. Yəni İstənilən uşağın məncə ən böyük arzusu informatika olimpiadalarına hazırlaşan, sonunda gedib IOI olimpiadasında, IOI-da ən azından iştirak etmək və mümkünsə medal almaqdır. Və mənim də həmin il planım IOI-yə getməkdir və bilirəm ki, IOI, yəni 10-cu sinifin axırında artıq ilk offline olacaq olimpiyada IOI-dır və ondan başqa bütün olimpiyadalarda biz onlayn şəkildə iştirak etmişik. Mənim də həmin vaxta qədər yəni pasportum yoxdur, xarici pasportum yoxdur və dedim ki, bəs il boyu düşmüşəm də, yəni ilk 4-dəyə belə çox özümdən əminəm. Getdim, bəs sonradan gecikməzə də olar birdən, getdim bir dənə xarici pasport da aldım ki, bəs il sonu IOI-yə gedəcəm. İl sonu gəldi, bir dənə seçmə oldu. Seçmənin birinci günündə hamının yüzlədiyi bir dənə sualı 61 bal aldım. Dedim ki, bəs bunu yüzləməyə çalışmayım. Gedim o biri, yəni bu arada seçmələr, IOI seçməsi haqqında qısa bir məlumat verim. IOI seçməsi 2 günlük bir seçmə olur hər ili və seçmənin hər 2 günündə 3 dənə məsələ verilir. Olimpiyada, yəni IOI səviyyəsində və yaxud da olimpiyada səviyyəsində bir məsələlər verilir və həmin məsələ 2 günün cəmində ən çox balı olan 4 nəfər IOI komandasına seçilir. Mən də birinci günü bir dənə məşhur məsələ var idi. Nəsə hamı, yəni necəsə olub mən 61 ballıq həlli tapdım, yazdım. Düşündüm ki, bəs bu məsələnin 100 ballıq həllini yazan çox da adam olmaz. Gedim o biri məsələlərdən bal almağa çalışım. O sualda elə oldu ki, əslində çətin sual deyilmiş. Mən orada yəni sualı biraz böyütmüşəm. Çox dirəşsəm bəlkə də yaza biləcəyim bir sual imiş. Yəni, bütün zal yazıb. Bütün zal yazıb. Top 15 nəfər falan yazıb. Mən birinci günü həmin sualdan 61 bal yazmışam və o elə bil rəqiblərlə 39 bal arada fərq yaradır və asan sualı yazmamaq, çətin sualı yazmamaqdan daha pisdir əslində. Və həmin günü 39 ballıq, yəni boşluq buraxmışdım və ilk günün seçmələrinə əsasən desə 6-cı yerdə idim. Yəni oradan artıq comeback atmaq lazım idi. Vəziyyət pisdir və düşünürəm ki, necəsə eləmək lazımdır ki, birinci gün sonunda. İkinci gün gəldi. İkinci gündə nə qədər dirəşdim, artıq ikinci gün sualları elə idi ki, yəni sən orada çox da fərq ata bilmirsən. Yəni oxşar nəticələr olmuşdu ikinci gün sonunda da. Və
İkinci gündə fərq atmaq alınmadı. Düz ikinci günün nəticələrinə görə top 4-lükdəydim, amma birinci günün nəticəsi elə idi ki, artıq 2 günün cəmində mən 5-ci yerdəydim və bir yerdən orada komandada 5-ci. il boyu bütün 4-lüklərə girib axırda 5-ci olmağı da bacardım və əmin illik İndoneziyaya gedə bilmədim IO'ya o səbəbdən. Orada yəni 10-cu sinifdə bir növ IO'nun komandasına düşə bilmədim, fail elədim. Yəni belə mənim macərada bu şəkildə olmuşdu. Mən istəyərdim ki, orada məncə elə həmin illi bizim komanda ilə tanış oldum. İstəyərdim ki, bizim komanda ilə tanışdığı da danışasan və orada həmin dövrdə ingilis dili vəziyyətin nə idi? Çünki 11 biraz da RFO, dünya və RUF qarışığında bir həm də buraxılış belə bir neçə şey məsələ eyni vaxtda gedən şəkildə oldu. Biraz o təcrübəni danış. Normalda mənim yəni bu olimpiyadalar dövründə hədəfim 11-ci sinifi bitirim və olimpiada medalı ilə gedib Azərbaycanda yaxşı bir universitetdə oxumaq olur və mən də o vizyondayam ki, bəs yəni 11-i bitirim, sonra rahat gedib banımı oxuyaram da, yəni banımda oxumaq olur həmin vaxtı. Düz hal-hazırda adada oxuyuram, amma plan başqa idi o vaxtı. Plan başqa idi o vaxtı. Buradan hər iki universitetə salamlarımızı və sayğılarımızı çatdırırıq. Məncə də hər ikisi çox yaxşı universitetdir, amma sonradan nəsə seçim fərqli oldu. O vaxtı yəni məqsəd o idi ki, sadəcə Azərbaycanda oxuyacağam və Azərbaycanın ən yaxşı universitetində oxumaq belə deyim, şansım var. Rahatlıqla gedib orada oxuyacağam da və xarici ümumiyyətlə düşünmürəm və düşünməyə şansım belə yoxdur. Çünki mən 10-cu sinifə qədər ingilis dili levelim elementary olub və konkret yəni ingilis dili bilməmişəm də. Yəni bütün cəmaət beynəlxalq olimpiyadaya girir, tərcümə yoxdur, Google Translate ilə tərcümə edirəm. Yəni suallar ingilis dilində verilir bizə. 1-2 dənə olimpiyada olmuşdu elə. Yəni Translate ilə 20 dəqiqə tərcümə edirdim və bizim də bir dənə məsələmiz beynəlxalq olimpiyada olan 3-4 səhifə olur və həmin sualı Translate ilə, Google Translate ilə tərcümə eləmək təmiz konkret əziyyət idi və vaxt itkisi idi. Yəni ingilis dili bilmirəm deyə onlarla uğraşmaq zorundaydım yəni o vaxtlar. Prosta 10-cu sinifdə olanda orada bir dənə Türkiyə səfərimiz oldu bizim. Yəni həmin vaxtı belə deyim, hər bir rayondan olan və çox potensiallı olimpiyada qaliblərini və yaxud da həmin vaxtı desən Sabahın alimlərinin qaliblərini və s. seçib müəyyən bir təxminən bir 20 nəfərlik bir komanda qurmuşduq. Yəni uşaqlardan ibarət bir qrup yaratmışdılar və həmin uşaqları Türkiyəyə gəzintiyə göndərmişdilər. Və mənim də ilk dəfə belə olimpiyadakı uşaqlarla ünsiyyətim Türkiyədə olarkən olmuşdu. Düz ona qədər də mən RFO-da olan uşaqlarla falan belə ünsiyyətim var idi, amma yəni, o uşaqların özləri də, yəni ünsiyyətdə olduğum uşaqların özləri də mənim Azərbaycanda oxumaq, yəni hədəfində olduqları üçün mənim gördüyüm maksimum vizyon olmuşdu, yəni ora qədər. Amma Türkiyəyə gedəndə gördüyüm, yəni təxminən bir 20-yə yaxın olimpiyadaçının içərisinə düşdüm və bu kənddə yaşayan və kənddə oxuyan biri üçün yəni maraqlı bir ortam idi, yəni maraqlı bir mühit idi və həmin mühitdə gördüm ki, yəni mənim belə deyim, backgroundumda olan və mənim backgroundumda olan və yaxud da mənim backgroundumdan daha az medallı, daha aşağı səviyyəli medalları olan uşaqların belə hədəfi gedib xaricdə oxumaqda, amma mənim hədəfim yəni Azərbaycanda qalmaqdır da. Orada bir özümü sorğuladım ki, nəyə görə mən də bunu sınamıram. Qayıdandan sonra yəni bütün yəni burada bir baş qəhrəman dediyim kimi müəlliməmdir və bütün gələcəyimlə bağlı planlarımı müəllimimlə məsləhətləşirik və məsləhətləşəndə dedim ki, yəni mən istəyərəm ki, gedib xaricdə oxuyum, amma vəziyyət odur ki, 10-cu sinifi bitirirəm. Onlar nə bilim IELTS-ə zad başlayırlar. Yəni IELTS-in falan ilk dəfə nə olduğunu da məncə orada ilk dəfə öyrənmişdim. Düz adını eşitmişdim, belə ilk dəfə orada belə ətraflı məlumatım olmuşdu məncə. Yəni cəmaət ona başlayır və mənim levelim çox aşağıdır və həmin vaxtı mən bilmirəm əslində, yəni bir ilə nə eləmək olar, necə artırmaq olar və s. Müəllimimlə danışdım və müəllimim hətta məndən xəbərsiz desə RUF-un komandasına yazıb, sizə yazıb ki, bəs belə bir uşaq var, o hazırlaşmaq istəyir və s. Elə oldu ki, bizim yəni sizdən çox yaxşı bir müsbət geri dönüş oldu. Buradan yəni bir daha təşəkkürümü bildirirəm sizə. Və həmin müsbət geri dönüşdən sonra mən ilk dəfə sizdən yəni RUF komandasından görüşdüm və görüş nəsə desə ilk dəfə intervyu tipli bir görüşüm orada olub. Və görüş desə siz tərəfdən xoş oldu və nəsə
xoşunuza gəldi desin və mənim qərara gəldiniz ki, bəs şeydir də, yəni mən ingilis dil dərslərinə başlayıb, yəni çatdıra bilərəm. Ondan sonra artıq 10-cu sinifin sonundan etibarən mənim dərslərə başlamağım lazım gəldi və həmin vaxtı vəziyyət elə idi ki, bəs yəni mən Balakəndə yaşayıram və yəni onlayn şəkildə qoşulmalıydım ilk dərslərə, amma sonradan elə oldu ki, mən Bakıya gəldim və Bakıda artıq dərslərdə iştirak eləməli oldum. Rufdakı dönəmim bir növ, yəni çox ağır dönəm idi məncə. Yəni heç, yəni səviyyəm çox aşağıdır və mən bir an öncə artıq həm IELTS imtahanı verməliyəm, həm SAT verməliyəm və elementary levelindəyəm və mən level General English-dən yəni ingilis dil səviyyəmi qaldırmalıyam və yəni eləməli olduğumuz bir sürü şey var və bunların hamısını eyni anda eləməliyəm deyə artıq yəni səhər girirdim Rufa, bir də axşam çıxırdım. Yəni vəziyyət çox kritik idi və həmin dönəmlərdə yəni çox sürətli bir şəkildə levellara atlamağa başladım. Yəni mən yay aylarında məncə elementarydən artıq pre-intermediate-ə qədər və hətta intermediate-ə qədər artıq gəlib çatmışdım. Və oktyabrda elə oldu ki, mən mayda deyəsən elementary idim və oktyabrda SAT-yə başladım. Yəni o dönəm o qədər kritik oldu. Amma bu evdə edilməsi məsləhət görülmür. Yəni qətiyyən məsləhət görmürəm. Yəni evdə sınamayın qətiyyən. Yəni bu çox kritik bir şeydir. Yəni məncə həmin düzü çatdırmaq oldu, amma yəni çox da məncə yaxşı bir şəkildə daha yaxşı eləmək olardı da, yəni daha səliqəli, daha rahat eləmək olardı. Məncə də və SAT ondan sonra SAT sınamağa başladım 11-ci sinifi, ancaq SAT-dən bal almağa çalışdım. SAT-dən ilk nəticəm 1280 olmuşdu oktyabr ayında. Orada düzdür, ilk belə bir ay hazırlaşıb imtahana girən bir uşaq üçün yaxşı bir nəticə idi. Sonra dekabrda təzədən girdim. Oktyabrdan sonra dekabr imtahanı var idi və 1310 gəldi onda da. Yəni 30 bal qaldırdım. Sonra bir xeyli təzədən hazırlaşdım və ondan sonra oktyabrdan sonra, dekabrdan sonra mart imtahanı var idi. Marta girdim, bu dəfə 1280 gəldi. Geriyə state'imə geri qayıtdım elə bil. Yəni vəziyyət çox pis idi orada. O 1280 görəndən sonra vəziyyət çox kritik idi. Çünki mən düşünürdüm ki, mart mənim sonuncu SAT imtahanım olacaq və həmin il üçün planım bir növ KS-də sənəd vermək idi. Amma martda artıq 1280 alandan sonra yəni biraz vəziyyət qarışdı. Çünki orada biraz əslində şey oldu. Yəni normal əvvəlki köhnə SAT-dən yeni SAT-yə keçid dönəminə düşdü o biraz və 1280 da məncə səbəblərindən biri o idi ki, mən əvvəllər pandemiya, SAT-nin dəyişməsi, hamısını təcrübə etmişəm. Hamısını yaşamışam da yəni. Sonra artıq martdan sonra may imtahanı var. Mən düşünmürdüm maya imtahanına girməli olaram deyə, amma elə oldu ki, bəs mən qərara gəldim ki, may imtahanına girim. May imtahanına belə çox kritik bir aylıq bir hazırlıq dönəmi oldu və məncə həmin vaxtı çox yaxşı bir şəkildə dəyərləndirdik həmin periodu, may imtahanına qədər olan hazırlığı. Və may imtahanına imtahan bilmirəm ayın neçəsi idi, amma mayda hansısa bir günə təsadüf eləyirdi və həmin maya artıq əvvəlcədən bileti almışdım mən. Sonradan məlum oldu ki, bəs mənim SAT olan günümdə əslində Aerofonun finalı var və eyni günə düşüblər. Biz burada artıq edilə biləcək bir şey varmı bilmirəm. Yəni mənim üçün orada baxanda artıq mənim üçün biraz yəni gələcək təhsilimə baxanda SAT imtahanına girməyim kritikdir və vacibdir mən SAT imtahanına girim. Və eyni zamanda 9-10-cu sinifdə qızıl medal alıb artıq 11-ci sinifdə yəni daha aşağı medal almağı da bir növ qüruruma sığışdırmıram, amma yəni və düşünürəm ki, almayacağam. Yəni mən düşünürəm ki, 11-də gedib qızılı alacağam yenə də. Yəni o qədər iddialıyam yenə. Bilmirəm o iddia hardan gəlir, amma il boyu da belə deyim, yəni daha çox fokusum ingilis dilinə olub. Yəni olimpiyadaya o qədər 10-cu sinifin bazasından girirəm. Yəni olimpiyada il boyu çox hazırlaşa bilməmişəm, təəssüf ki. Və elə oldu ki, bəs yəni mən təhsil institutundan orada biraz kommunikasiya eləməyə çalışdım ki, bəs belə səhər imtahanım var, bəs SAT imtahanı ola bilən bəzi başqa uşaqlar da ola bilər. Amma təəssüf ki, biz vaxtı dəyişə bilmədik və vaxt elə olduğu kimi oldu. Yəni qaldı 10-da, saat 10-da səhv eləmirəmsə olimpiyada başlamalı idi. Bu adətən 10-da yazılır, 11-də başlayır. Yəni belə bir şey olur. Yəni 10-11 arası olimpiyada başlayır və
SAT imtahanı bəxtimdən səhərlər olur, yəni səhər saat 8-də olur, amma bir tərəfdə bəxtsizlik ondan ibarət ki, mənim SAT imtahanım Landau'da idi, səhv eləmirəmsə, o da Hövsandadır, yəni. İmtahana Hövsanda girəcəm. Getdim, imtahana girdim, yenə eyni şəkildə SAT imtahanında iştirak elədim. SAT imtahanında təxminən 2-3 saat arası desən sürür, 3 saat desən səhv eləmirəmsə sürməlidir və artıq imtahandan çıxanda desən 11 idi və 12 işləmiş nəsə belə bir vaxt idi. Əlaqəyə keçdim ki, artıq olimpiyada başlayıb. Mən indi Hövsanda çıxmışam imtahandan və həmin vaxt əslində müəlliməm də gəlmişdi dəstəkləməyə və o sakinləşdirməyə falan çalışırdı ki, məni güya yaxşı olacaq hər şey. Amma olmadı yəni. Getdim 40 dəqiqə falan gecikmişdim imtahana. Artıq girəndə 40 dəqiqə məncə keçmişdi və gedib oturub kompüteri açmaq, yəni ilkin kompüterdə proqramları başlatmaq falan bu artıq 1 saat gecikmə demək idi. Səhərdən bir imtahanda olmuşam və ikinci imtahana girirəm və plus da çox məncə həyəcanlı oldu orada biraz girmək, çünki stresli idi bir növ. Çünki artıq cəmaət 1 saat öncə başlayıb və 1 saat öncə başlayan uşaq özü də 1 saat öncədən oturub kompüteri falan yerləşib belə rahatlaşıb və mənim 1 saat sonra ora girişim biraz mənim üçün belə çətin idi yəni. Və məsələləri belə və sistemin də belə ən çox yüklənən vaxtında gəlib oturmuşam, yəni belə kompüterin qarşısına şeydir, yəni ilk məsələyə yəni A məsələsini oxudum, asandır, göndərdim həlli, həllin cavabı 20 dəqiqə sonra çıxır. Normalda keçməlidir həllim, nəsə bir bağım olub, A məsələsinə həll yazmışam, 20 dəqiqə sonra cavab gəlir ki, bəs sənin balın 0-dır. Yəni sistemin belə yüklənmiş vaxtına düşüb və normalda həlli göndərəndə 1 dəqiqə ərzində, 2 dəqiqə ərzində cavab almaq olur, amma sistem yüklənib deyə, sistemdə problem var deyə 20 dəqiqə sonra alıram və görürəm ki, həlli yəni keçməyib də. Düzdür, 20 dəqiqə boş qalmıram, yəni cavabı gözləyib durmuram, başqa suala baxıram, amma yəni orada biraz beynimin bir hissəsində A sualı hələ keçməyib, A-nı keçirmək falan var. Düz keçirtdim onu 1 saatın yekununda, 3 dənə həll göndərdim, hər bir təxminən 20 dəqiqə aralığından gəldi. Yəni 1 saat sonra A-nı keçirtmişdim hələ. Yəni normalda mən 10 dəqiqəyə onu həll edərdim də, yəni 1 saata o həll olunub, yəni. Ondan sonra digər sualların hər birindən müəyyən qədər bal almağa çalışdım, amma həmin günü alındıra bilmədim, yəni əlavə vaxt da verilmədi və 4 saat, yəni normalda 5 saat olan olimpiyadada 4 saat iştirak elədim və o günü səhv eləmirəmsə 10-cu yoxsa 12-ci yerdə tamamlamışdım və gümüş medal demək idi, yəni. Gümüş medalla 11-ci sinifi RFO-da yekunlaşdırdım, yəni bir növ gümüş, qızıl, sonra gümüş oldu. Özüm planlaşdırmırdım bunu. Sonra ondan bir həftə sonra yenidən IUI-nin seçmə imtahanıdır və məndə artıq IUI ilə bağlı ciddi travmalar var. Bir il öncə 5-ci olmuşam. Bir həftə öncə RFO-da gümüş almışam və yenidən komandaya düşmək arzusundayam. Yəni bilmirəm, bir həftə sonra yəni seçmə imtahanıdır və seçməyə maksimum dərəcədə artıq psixoloji olaraq özümü hazırlaşdırmağa çalışıram. Çünki yəni bir həftə ərzində eləyə biləcəyim bir şey yoxdur. Sadəcə psixoloji olaraq hazır olmalıyam ki, gedim orada nə isə yazım. Elə oldu ki, artıq yəni imtahana bir gün qalmış falan, mən yuxuda falan, artıq yuxumu falan qarışdırmağa başlamışdım. Yəni o dərəcədə ciddi bir şəkildə istəyirəm düşmək və çox həyəcanlıdır, amma yəni maksimum dərəcədə qaçırmamalıyam da nə isə. Elə oldu ki, birinci günü yaxşı yazdım. 3-cü yerdə idim, səhv eləmirəmsə. Yəni bir həftə öncə 12-ci yerdə olan birisi üçün bir həftə sonra 3-cü yerdə olmaq müəyyən qədər motivasiya verən bir şeydir. Həmin gün gecə yadımdadır ki, yəni yuxudan belə anidən oyanmışdım ki, elə bilmişdim 2-ci gündəyəm və mən nəsə yaxşı getmir. Vəziyyət yaxşı deyil, yəni. İkinci gün gəldi və ikinci gün belə bir məsələ var. Məsələn, 3 dənə məsələ var və həmin məsələlərdən biri biraz fərqli tipdə sual idi. O vaxtı bilmirəm, yəni həmin məsələ əslində belə ən çaşdırıcı məsələlərdən biri imiş. Yenə də mən belə yaxınımızda oturan bir uşağı gördüm ki, bəs həmin sualı yazır. Mən normalda yarışlarda motivasiyamı yanımda falan oturan tanıdığım bir uşaq olsa və görsəm ki, bəs kimsə həmin sualı yazır və şeydir də, yəni o sualı yazıb, mən də gelib onda normalda həmin sualın üzərində fokuslanırdım ki, bəs mən də yaza bilərəm falan. Gördüm ki, bəs o uşaq nəsə yaxşı bal alıb həmin sualdan və əslində düşünmürdüm o sualdan çox bal almaq olar, amma düşündüm ki, bəs yəni bəlkə alınar, yəni girişdim, müəyyən qədər
fikirləşəndən sonra həmin sualdan 77 bal aldım A sualından və həmin günü 3 dənə məsələ var və ən kritik sual A-dır ki, bəs A sualında uşaqlar əsasən, yəni bal almağı, yəni çətin olan suallardan biri olub yəni. Düzdür, əslində çox sadə bir məntiqi olan bir sualdır, amma belə asan görünmür yəni, də. Asan görünmür də, yəni həmin sualın həlli. Həmin gün nəsə 40 bal aldım, nəsə dəyişdim, təzədən göndərdim, 77 bal aldım. Yəni çox kiçik bir modifikasiya ilə 77-yə qaldırmışdım və 40 almaq görünə bilən bir şeydir. 30 ya da 40 idi, səhv eləmirəmsə, görünə bilən həll. 77 almaq amma biraz çətin görünə bilən həll idi ki, bəs əslində asandır həll, amma o asan olduğu görünmür, belə deyim. Hə, digər iki sualdan da əslində ortalama ballar almışdım. Düzdür, orada yenə də ikinci gün yenidən eyni şeyi yaşadım, bir il öncəki şeyi ki, bəs B sualını demək olar hamı yüzləmişdi, mən 60 yığmışdım. Amma birinci sualda atdığım nəminə fərq, yəni çox bir şey dəyişmədi və mən üçüncü olaraq, yəni 2 günün cəmində IOI komandasına seçildim və o biraz mənim üçün belə, yəni bir həftə əvvəl, yəni olan nəticəmin sonunda belə təəccüblü bir, yəni əslində gözümdən gözləyirdim seçiləcəyimi, amma yəni çətin görünürdü də, yəni bir il, yəni psixoloji olaraq çətin idi orada seçilmək, amma Allah şükürlər olsun ki, seçildim. Ən azından bir dəfə gedib IOI-də iştirak eləmək şansım oldu. Düz medal ala bilmədim, amma ən azından iştirak eləyib həmin o hissi yaşadım ki, bəs IOI-də iştirak eləmək necə bir hissdir. Yəni bu məncə özdə. Burada mənim maraqlıdır ki, sən SAT-dən keçdin elefon finalına. SAT-i necə yığdın may imtahanda? SAT imtahanı yaddan çıxdı. SAT-də çox kritik bir, yəni strike oldu həmin günü və həmin günü girdiyim, düzdür, RFO-da fail elədim bir növ, amma SAT imtahanı 1400 gəldi və mənim hədəfim də bir növ 1400 plus yığmaq idi. Çox sevinmişdim, belə deyim, 1400-ün sonunda. Həmin SAT-dən biraz sonra, bir həftə və yaxud da 2 həftə sonra səhv eləmirəmsə, IELTS imtahanım var idi. Oradan da 6-5 nəticəni qazandım və normalda həmin ilə qədər belə idi ki, əgər 1400 SAT-im və 6-5 IELTS-im varsa, demək olar ki, belə olimpiyadaçıların belə yanaşması bu şəkildə idi ki, bəs hə də KS cibdədir və mənim də bir növ həmin ilə qədər yanaşmam o şəkildə idi ki, hə də 6-5400 və indiyə qədər olimpiyada nəticələrim olubsa, KS-dən rahatlıqla qəbul ola bilərəm yəqin ki. Yəni həmin ilə qədər mənim backgroundumda olan hər kəs demək olar ki, qəbul olmuşdu, amma həmin ilə mən KS-dən reject aldım. KS-dən müsahibədən reject aldın, hə? Yox, ümumiyyətlə həmin il KS mənə müsahibə vermədi. Yəni, hə, o KS-in 16-dan 3-ə saldıq edirdi. Hə, 3-ə 4-ə. Ən kritik ili həmin il oldu ki, bəs. Yəni. KS ondan əvvəlki il yanılmamsa Azərbaycandan 16 nəfərə vermişdi. Onun neçəsi də bizim uşaqlar idi. Növbəti il hamı KS gözləyərkən KS cəmi 2-3 nəfərə verdi qəbul. Yəni belə çox kritik bir şeydir və çox, yəni yaxşı background, məndən belə daha yaxşı background olan və gözləyən, yəni KS-i garanti kimi görən uşaqlar var idi. Kəmilli KS-dən qəbul ola bilməmişdilər. Yəni artıq edə biləcəyim bir şey yox idi. Yəni həmin ildə ala biləcəyim bir dənə qəbul KS idi və orada artıq fail elədim və yəni həmin il qərara gəldim ki, bəs mən ölkədə qalmalıyam. Düzdür, IOI-dan sonra artıq gəlib universitet seçimi eləməli idim. O zamana qədər, məsələn, az öncə qeyd eləmişdim ki, məsələn, mən banım fikirləşirdim. Səbəb ondan ibarət idi ki, ada əslində, yəni məncə hal-hazırda daha çox, yəni bir çox olimpiyadaçılar hal-hazırda adanı seçir. Düzdür, banımı da yenidə seçən olimpiyadaçılar var. Yəni hər ikisi də çox yaxşı universitetdir. Sadəcə olaraq yəni ilin sonunda əgər adanı seçmə imkanı olsa kimsə, məncə adanı daha çox, yəni bir neçə səbəb var ki, həm yerləşdiyi məkan baxımından, həm də ki, həmin vaxt məsələn informatikanı bitirən biri üçün banımda məsələn kompüter elmləri ixtisası yox idi, amma adada var idi. Sadəcə kompüter mühəndisliyi var idi banımda, səhv eləmirəmsə. Düzdür, hal-hazırda var kompüter elmləri banımda da, amma mənim bitirdiyim ili o yox idi. Amma həmin ilə qədər adanın olimpiyadaçıları belə deyim, tövsiyə bildiyi sadəcə, yəni olimpiyadaçılara təklif elədiyi sadəcə olaraq şeydir. Yəni 1 illik pulsuz, yəni tam ödənişsiz təklif eləyirdi olimpiyadaçılara. Ondan sonrası artıq ödənişli olurdu. Yəni adətən əgər 4 GPA yoxdursa uşağın və 4 GPA saxlamaqda biraz kritikdir deyə əksər olimpiyadaçılar banımı seçirdi. Amma bizim elimizdə artıq həmin qərar dəyişdi və fizika, informatika və riyaziyyat olimpiyadaçılarına ada təqaüd elan elədi ki, bəs əgər olimpiyadadan ən azı 9-10-11-ci siniflərdə bir medalınız varsa, siz artıq adada, hal-hazırda da bu belədir, adada gedib
ən azından yəni 4 il təqaüdlə oxuma şansınız var və sadəcə olaraq bunun qarşılığında sizdən təkcə requirement, yəni tələb odur ki, sizin ortalamanız, yəni GPA-niz 4 üzərindən 3-dən yuxarı olmalıdır hər semestrdə. O da təxminən 80 ortalama eləyir də, 100 bal aşağı yuxarı. 83-dən biraz yuxarıdır desən və bunu məncə bir olimpiyadaçı üçün bunu saxlamaq çox rahatdır əslində, yəni bu ortalamanı saxlamaq. Və yəni hər hansı bir semestrdə əgər GPA 3-dən aşağı düşsə, ondan sonrakı semestrin ödənişini eləməli tələbə. Əgər ondan yəni bir semestrdə aşağı düşüb növbəti semestrdə 3-dən yuxarı olsa, artıq yenə də təqaüd davam edir. Yəni belə deyim, birbaşa itirmir təqaüdü. Yəni bu bir növ növbəti semestri qarantiləmək üçün əvvəlki semestrdə ortalama 3-dən yuxarı olmalıdır. Yəni belədir. Yəni ondan sonra da ADA-ya sənədlərimi verdim və hal-hazırda da ADA-da oxuyuram. Yəni ikinci kursu bitirirəm artıq. Adanın ilk ilində yenə KAIST, SAT, KAIST, IELTS mübarizən var idi. Biraz onlardan danış. Adanın ilk ilində yenə həmin mübarizə davam elədi dediyim kimi. Yəni mənim əslində fikrim Azərbaycanda oxumaq deyildi. Artıq mən düşünürəm ki, bir il gap year kimi düzdür adada oxuyub, həm də yenidən xaric sınaya bilərəm. Yəni mən bunu düşünürəm. Və KAIST-də early-də müraciət elədim. Ki bəs düz orada SAT-ni də biraz artırmağı planlaşdırdım. Yenidən SAT imtahanına hazırlaşdım. Və getdim yenə SAT-də bu dəfə də əvvəl 1400 yığmışdım, bu dəfə də 1420 yığdım və orada qərara gəldim ki, artıq mən SAT-yə girməyəcəm. Yəni. Zirvədə buraxırsan. Mən orada düşünürdüm ki, heç olmasa 1450 falan eləyərəm, amma artıra bilmədim. Düz orada verbal-ı 600-dən 646 artırmışdım. Amma bu dəfə də getdim məstə 780 falan yığdım, yenə olmadı. Yəni gözləntim tam qarşılanmadı, amma biraz şeydir də, yəni orada biraz məncə günündə olmaq teması var. Biraz qəribədir. Yəni SAT imtahanı ümumiyyətlə, yəni ona görə məncə daha tez başlamaq yaxşıdır ki, çoxlu şans olsun uşağın əlində. Yəni və artıq noyabr imtahanı idi səhvləmirəmsə, yoxsa dekabrda iştirak eləmişdim, dəqiq bilmirəm və ondan sonra qərar aldım ki, artıq ondan sonra iştirak eləməyəcəm SAT-də və 1420 ilə həmin ili KAIST-də early-də müraciət elədim və KAIST-in early-də müraciətindən sonra mənə intervyu gəldi və intervyu gələndə mən çox ümidləndim ki, bəs normalda intervyu verdiyi uşaqların hamısına demək olar ki, qəbul gəlir və mənə də intervyu gəlibsə, böyük ehtimal mən də gedib intervyudan keçərəm də. Yəni adətən intervyuya belə rahat bir şəkildə yanaşırdıq, yəni o vaxtlar. Yəni çox belə anlayışım da yəni belə deyim yox idi ki, biz KAIST-in intervyusu necə bir şeydir. Yəni maraqlanmamışdım. Sən demə KAIST-in intervyusu da normal intervyular kimi deyilmiş. Yəni adi gedib özüm haqqımda danışmıram intervyuda. KAIST-in intervyusu elədi ki, sən girirsən intervyuya və sənə 2 dənə, yəni 3 dənə məsələ verilir. Bunlar kalkulus, yəni kalkulus sualları verilir və 1-2 dənə də ehtimal sualı verilir, səhv eləmirəmsə. Belə bir suallar verilmişdi intervyuda və intervyuda bu sualları görəndə həqiqət çatdı. Əslində o öncədən araşdırmışdım kalkulus olacağını. Yəni vaxtım az idi və kalkulus dərsi də universitetdə ilk semestrdə götürməmişdim deyə yəni alınmadı heç cürə. Yəni intervyuya girdim, sualı gördüm. Əslində kalkulusdan çox asan bir sual verilmişdi, amma anlayış olaraq bilmirdim ki, bu nədir. Yəni və düzdür orada bir ehtimal sualı var idi, onu həll elədim desən olaraq bildirdim, amma bu onların çox da qane eləmədi. Yəni gördülər ki, mən kalkulus bilmirəm və intervyudan sonra mənə reject gəldi. Bu early-də şansım idi. Dedim ki, regularda bir dənə də sınayım, görüm necə olur. Bu artıq KAIST-də 3-cü müraciət. Regularda yenə müraciət elədim, yenə intervyu gəldi. Bu dəfə artıq şeydən də, həm də kalkulus hazırlaşıram 2-ci imtahana ki, bəs bu dəfə kalkulusdan yarıdacam da. Yəni artıq kalkulusdan anlayışım varsa da əməlli hazırlaşıram kalkulusdan. Getdim, yəni kalkulus sualları gözləyirəm. Biraz kalkulus sualı verildi əslində yenə də. O biraz gözləmədiyim tip sual idi və orada pis şey ondan ibarətdir ki, sizə sadəcə 15 dəqiqə vaxt verilir. 15 dəqiqədə də 3 dənə kalkulus məsələsi həll eləməlisən. Və mən də ilk dəfə kalkulusu universitetdə öyrənirəm və o qədər belə bizə orta məktəbdə, yəni olimpiyadada kalkulus lazım olmur. Məsələn, fizikaçılar üçün məsələn o daha rahatdır. Çünki olimpiyadada onlar daimi olaraq kalkulus sualları işləyirlər deyə, məsələn törəmə, integral falan bunlar daimi olaraq bunlar onun üzərində işləyirlər. Amma mən ilk dəfə olimpiyadada, yəni universitetdə öyrənirəm bunu və çox belə mükəmməl bilmirəm. Getdim orada bir dənə sual verdilər. Sualda nəyisə hesablayanda səhv hesabladım. 5 dəqiqə yəni hesablayırdım, səhv oldu. Onu düzəltməyə çalışdım. Bir də gördüm ki, 15 dəqiqə bitib və
Yəni intervyu edən qardaşlar məndən soruşur ki, bəs həlli nədir? Mən də onu inandırmağa çalışıram ki, vallahi həlli bilirəm. Amma cavab yoxdur. Cavab yoxdur yəni. Həlli ona başa salmağa çalışıram ki, bəs yəni həlli bilirəm vallahi, yəni bildiyim şey də var ki, cavabı tapmamışam da, yəni səhv eləmişəm, burada texniki bir səhvim olub. O da gördüm ki, bəs alınmır və orada limit vardı. Artıq 15 dəqiqə bitdi. Onların çox da vecinə deyil. Sən həlli bilirsən, həlli bilmirsən. Artıq 15 dəqiqə bitdi, intervyu bitir və ondan sonra 3-cü rejectimi aldım. Bəs keçən il birinci kurs olanda başqa arası apply eləmişdin, yoxsa yenə ancaq ada və KS-dən davam edir? Hong Kongu sınamışdım. Hong Kongu, yəni yadımda qalan Hong Kong və İtaliyaya apply eləmişdik. İtaliya, belə deyim, yəni məncə ondan əvvəl İtaliyadan bakalavrda çox da apply eləyən olimpiyadaşı tanımırdım. Yəni ilk applylardan biri idi. Hong Kongdan, yəni Hong Kongda keçən il belə bir çox tələbəyə, olimpiyadaçı tələbələrə sağ olsun qəbul verdi, amma mənə gələndə təbii ki o biraz yəni mənə waitlist verdi şəxsən. Mənə dedi ki, gözlə, sonra baxarıq. Sonra da baxmadılar niyəsə. Elə waitlist qaldı ilin sonuna qədər. Yəni bəs İtaliya? İtaliya qəbul kimi bir şey oldu ki, bəs elə bildik ki, qəbul gəlib. Amma əslində İtaliyanın qəbul prosesi tamam fərqliymiş. Onlar ilkin qəbul verirlər və daha sonra onların öz imtahanları var. Onlar elə bil İtaliyaya müraciəti bir SAT-dən eləmək olur. Bir də ki, özlərinin bir adı yadımda deyil, özlərinin bir 50 bal üzərindən olan imtahanları var. İtaliyada verilən bir imtahandır bu. Mən Sapienza'ya müraciət eləmişdim. Yəni onlarda ən azından, yəni düz fərqli başqa bir universitetdə var idisə, hər iki universitetdə də yəni şey olur. Onların elə bir ranking listi deyə bir şey var. Və məsələn, onlar 50 nəfər xarici tələbə götürəcəklərsə, ilkin qəbul, yəni ilkin requirementları ödəyən hamıya ilkin qəbul verirlər və mən elə bildim ki, bu qəbuldur. Yəni hətta dövlət proqramına da müraciət eləmişdim ondan ki, bəs qəbul bilib. Sonradan məlum oldu ki, bu əslində qəbul deyil. Bunların özlərinin ranking listi olur və o sıradan çıxacaq. Və ranking listədə onlar SAT ilə həmin o dediyim özlərinin imtahanını eyni anda bir yerə qoyurlar və faiz çıxarırlar. Məsələn, 1400-ü 1600 üzərindən müəyyən bir faiz çıxarırlar. Düzdür, tam 1400-ü 1600-ə bölüb 100-ə yəni vurmurlar, yəni o şəkildə çıxarılmır, amma təxminən ona yaxın bir faiz çıxır. Və bir dənə də özlərinin, yəni həmin o İtaliyada verilən başqa bir imtahan var. Desən İtaliyada verilmir, amma özlərinə onların qəbul prosesində istifadə olunan imtahandır. Və həmin imtahanda da yəni qaqaşlar partladılar da, gedir yəni 50 üzərindən çoxu gedir 48-49 falan yığır və 1550 SAT-si olan adam belə top 50-yə zorla girir. Yəni mən 1420 SAT ilə belə baxıb qalıram ki, necə girəcəm oraya, mümkün deyil. Və oradan da reject aldım. Yəni həmin ildə tam rejectlərlə başa vurdum. Yəni 2 reject desən, 2-3 ya da reject, bir dənə də waitlist ilə desə başa vurmuşdum. O ildə bu şəkildə yekunlaşdı. Paralel olaraq istəsən ona ICPC-yə sonra gələrik. Növbəti il yenə bu il, yəni yenə bir cəhd elədin. Yenə KS var idi, yoxsa yenə KS yox idi? Artıq 3 dənə reject alandan sonra mən yəni belə təkliflər oldu ki, qıraqdan bir dənə KS yenidən sına, dedim ki, əstəğfirullah, mənim artıq üzüm yoxdur, yəni KS-i sınamağa. Yəni KS informatika olimpiyadaçılarına belə şeysiz ola bilər ki, istisna hal olsun, yəni bunu yenə də sınamağınızı tövsiyə bilirəm, yəni informatika olimpiyadaçısınızsa. Amma yəni mənim halımda gördüm ki, mənə ən azından yəni intervyu olmadan vermir və mən intervyuda gedib yəni pis günə qalıram da, ona görə yəni düşündüm ki, bəs zirvədə buraxım KS. Yəni zirvədə yəni məncə dibdi müəllim bu. Yəni yəni dibdə buraxmaq qərarına gəldim. Yəni həm də ki, yəni birinci kursu bitirəndən sonra artıq yenidən gedib KS-də oxumaq mənə biraz şey gəldi. Yəni orada oxuyan dostlarım var, kifayət qədər tanıdığım uşaqlar var və bilirəm ki, yəni KS-də oxumaq, yəni KS çox belə yəni 4 il oxumalıyam və 4 ildə də çox belə sıxırlar da uşağı, yəni maksimum dərəcədə artıq gedib KS-də oxuyacaqsansa maksimum dərəcədə oxumalısan, yəni başqa bir seçim yoxdur. Və mən də biraz artıq yəni bir kurs oxumuşam və ondan sonra artıq biraz yəni istədim ki, yəni KS-də olmasın bu dəfə artıq, yəni KS-də oxuyacaq, yəni KS-də müraciət etmək istəmədim, amma əvvəlki ildə waitlist aldığım Hong Kong artıq bu il yenidən şeydə var idi, belə deyim, müraciət edəcəyim universitetlər sırasında var idi və eyni zamanda 5 dənə İngiltərə universitetlərinə biz müraciət etmək qərarına gəldik. 5 İngiltərə universiteti və
Manchester idi. İndi adlarını qeyd edirəm və bir dənə də Hong Kong. Manchester var idi, Edinburgh var idi, Southampton, The University of Bristol və bir də Edinburgh. Edinburgh dedim. Bir dənə də King's College London Universiteti var idi, hansı ki 5 universitet və yanında da Hong Kong müraciət elədi. Desə bir-iki dənə də bu İngiltərə, Avropada olan bir-iki dənə də əlavə universitetə də isə müraciət eləmişdi, amma yəni onlardan da reject gəldi. Yəni yekunda, amma məncə onların biraz requirementları fərqli idi. Hər ehtimala vermişdim ki, bəs bu ili çox universitetə verim. Yəni əvvəlki illərdə yəni ehtimalım o ki, bəs bir dənə universitetə verirdim, reject verirdi. 2 dənə universitetə verirdim, reject verirdi. Dedim bu ili bəlkə çox universitetə verim, bəlkə yəni ehtimal olar ki, bəlkə biri qəbul verər. Amma İngiltərə universitetlərindən qəbul, yəni İngiltərə universitetlərindən müraciətimiz yaxşı sonlandı əslində bu ili. Yəni 3 dənə qəbulum oldu İngiltərədən. Biri Manchester, biri King's College London və bir də Southampton Universiteti idi. Digər 2 universitetdə Edinburghla Bristol reject verdi. Edinburgh xeyli gözlədib reject verdi. Məncə biraz bu il çox adama desən qəbul verdilər. Məncə mənə gələn məktubda elə oldu ki, bəs sən entry requirementları qarşılayırsan, amma bizim artıq yəni competition yuxarıdır, yerimiz yoxdur bir növ belə bir yəni feedback aldım. Sən daha yaxşılarına layiqsən. Daha yaxşı 3 dənə universitet var idi, Manchester, dediyim kimi və King's College London və Bristol, daha doğrusu Southampton Universiteti. Biz bu arada yəni bu universitetlərə qəbul şərtləri biraz fərqlidir. Yəni təkcə yəni olimpiyadanın olması kifayət eləmir. Yəni normalda 11-ci bitirən bir uşaq yəni əgər İngiltərədən qəbul almaq istəyirsə, düzdür, bir dənə Edinburghda desə fərqli, yəni daxili imtahan var, amma normalda onlar AP imtahanı uşaqlardan tələb eləyirlər. 3 dənə AP-si olmalıdır və 4 və ya 5 nəticələr olmalıdır. Bu universitetlərə əsasən dəyişə bilər. Yəni bəzi universitetlər 3-dən 5 istəyir, məsələn Manchesterın halında 3-dən 5 istəyir, amma Edinburgh 3-dən 4 istəyir məsələn. Yəni 3-dən 4 AP olmalıdır. AP imtahanı olmalı ki, orada 4 nəticəsi olsun. Məndə amma biraz fərqlidir. Yəni İngiltərənin bir AP ilə yolu var. Bir bəzi universitetlərin daxili imtahanı var. Bir də ola bilər ki, bəs 12 illik təhsillə gedib yəni İngiltərədə oxumaq olur. Və mən də artıq 1 il, yəni düzdür, mən 6 ay foundation oxumuşdum adada. Biraz orada düşünmüşdüm ki, bəs yəni 1 il gap year biraz rahat keçsin deyə. Adada qalacağımı çox da düşünmədiyim üçün, düzdür, mənim foundationa ehtiyacım yox idi, amma həm ingilis dilim, yəni həmin vaxt SAT-yə, yəni o birinci kursda SAT-yə hazırlaşırdım deyə düşündüm ki, ona biraz kömək olar, həm də ki özümə biraz daha rahat olar deyə 6 ay foundation oxumuşdum. Ona görə artıq 6 ay oradan idi. Yəni bu il də artıq müraciət eləyəndə mən artıq 2-ci kursu bitirib müraciət eləyən oluram. Yəni 1 il 6 aylıq universitet yəni təhsilim var. Nəyə görə 1 il 6 ay? Burada foundation sayılmır. Yəni bəzi uşaqlar fikirləşə bilərlər ki, məsələn gedim foundation oxuyum, amma onların yəni universitetin sizdən gözləntisi bir növ sizin AP-də verəcəyiniz imtahanları, yəni universitetdə verməyinizdir. Yəni ona görə siz əgər kimsə planlaşdırırsa ki, 1 il burada qalıb sonradan İngiltərə universitetlərinə müraciət eləmək, orada artıq götürəcəyi fənlərə məncə diqqət eləməlidir ki, bəs AP ilə, yəni onların tələb elədiyi AP imtahanlarından əlaqəli fənlər olsun ən azından. Yəni məndə də əslində kifayət qədər yaxşı fənlər götürmüşdüm və ortalamam da kifayət qədər yaxşı idi. Yəni ilk semestrin sonunda 3.92 idi 4 üzərindən ortalamam. Səhv eləmirəmsə 3.90 ya da 92 belə. İkinci semestrdən sonra 3.86-ya düşdü. Yəni amma kifayət qədər yaxşıdır da yenə də və GPA-min düşməsinə səbəb də yəni ixtisas fənlərim yox, ixtisas olmayan fənlərdir, hansı ki yəni əsasən orada yəni bizim üçün daha çətin o fənlərdir. Yəni universitet oxuyanda məsələn bəzi tarixlə əlaqəli fənlər olur, ədəbiyyatla əlaqəli fənlər olur ki, bəs bunları oxumaq mənim üçün daha çətindir, nəinki öz ixtisas fənlərim. Ona görə 4-də saxlamaq olmur, yəni müəyyən qədər düşür. Düzdür, mümkündür, amma biraz yəni çox axot tələb eləyir də, belə deyim, yəni və məndə də o yoxdur deyə biraz yəni düşür, belə deyim ki, ortalama. Yəni 2 semestrin sonunda artıq mən 1-ci semestr, yəni 2-ci ilin 1-ci semestrini bitirib müraciət eləyirdim. Artıq 3.86 GPA var idi
və 5 dənə universitet seçdim və burada Southampton, Bristol kimi nisbətən, yəni Southampton məsələn top 80-də olan universitetdir. Onlara da müraciət etmişdim ki, yəni məndəki bu, yəni faillər var. Yəni mən inanıram ki, burdan da yəni Manchester falan çox da düşünmürəm qəbul verər. Yəni düşünürəm ki, bəs şeydir də, yəni ən pis ehtimallı bəlkə Southampton qəbul verər, heç olmasa ora girərəm. Amma yaxşı oldu. Yəni Manchester'da King's College London idi ki, yəni bir də Edinburgh, yəni bunlar mənim top 3-üm idi və oradan hər hansı birindən qəbul gəlsə ora getmək istəyirdim. Və Manchester'la King's College London burada qəbul verdi mənə və hər ikisi bu dəqiqə top 35-də olan universitetlərdir yəni. Yəni oradan qəbul aldım və Manchester'ın bu arada tələbi o idi ki, yəni bizdə yəni 2 semestr bilinir, yəni birinci semestr bilinir və ikinci semestr artıq bilinmir də nəticələr nə olacaq. Götürdüyüm fənlər bilinir, amma nəticələr bilinmir. İlin sonunda çıxır və Manchester və adətən universitetlər qəbul verəndə conditional qəbul verirlər və deyirlər ki, bəs məsələn ortalaman əgər sənin indiyə qədər ortalaman okeydirsə, indən sonraki məsələn bir semestrlik yəni bir semestrini də oxuduqdan sonra sənin ortalaman məsələn nə olmalıdır? Bu məsələn Southampton halında məndən istədiyi o idi ki, 3.8 ortalamanın üzərində olsun mənim ortalamam. 3-cü semestrin sonunda. Hə, və kifayət qədər yuxarıdır. Mən məsələn Southamptondan bunu gözləmirdim. Yəni düşünürdüm ki, daha aşağı olar, amma yəni və linear algebradan demişdi ki, məsələn həmin vaxt linear algebra dərsi götürmüşdüm. Düzdür, mən orada dövlət proqramının siyahısında olan universitet yəni səhv eləmirəmsə artificial intelligence, yəni süni intellekt üzrə vermişdim və orada linear algebra önəmlidir deyə mənə demişdi ki, linear algebradan minimum A- almalısan. O da 90+ deməkdir qiyməti. Və ortalama bütün fənlərin ortalaması 380 olmalıdır. Manchester'dan qəbul gələndə birinci Southampton vermişdi qəbulu, sonra Manchester'dan qəbul gəldi və Manchester dedi ki, bəs şeydir də, mən sənə conditional qəbul verirəm, deyirəm əla və açdım, oxudum, gördüm ki, bəs şey deyir. Götürdüyüm bütün ixtisas fənləri A olmalıdır və ortalaman da ki, ortalaman da yenidən A olmalı. Yəni bütün GPA-in də A-ya uyğun gəlməli sənin GPA-in. Bu da təxminən 380-dan yuxarı, yəni 377-dən səhv eləmirəmsə yuxarı bir GPA deməkdir. Və orada artıq yəni GPA problem deyil, yəni amma götürdüyün ixtisasların hər hansı birində A yox, A- belə alsan, conditional itirə bilərsən və bu kifayət qədər əslində yəni kritik bir conditional qəbul idi və orada bir dənə məni rahatlaşdıran şey Southampton'ın qəbulu idi, amma mənim istəyim əslində bu 3 dənəsindən birinə girmək idi deyə maksimum dərəcədə çalışdım ki, imtahanları yaxşı verim və şükür ki, yəni hər birindən A aldım, yəni condition'ı qarşıladım. Ondan sonra düzdür, King's College Londondan da qəbul gəldi, amma onun condition'ı gözlədiyimdən qat-qat aşağı idi məsələn. Deyirdi ki, nəfəs alsan bəsdir. Yəni 60-ın üzərində ortalaman olsa kifayət edir. Ondan sonra dedim ki, King's garantidir. Manchester'da şey eləsəm, nədir bu? Yəni qəbul gəlsə nə gözəl, Manchester'a gedərəm. Olmasa Hong Kong nə elədi? Hong Kongda hələ də qəbul gəlməyib. Hong Kong yenə çox adama verdi. Under consideration'da dururam hələ də yəni. Böyük ehtimal waitlist ya da reject yəni bilinmir. Yəni o adətən qəbulu verəndə verir, verməyəndə də belə under consideration'da yəni. Hə, çünki orada avqusta qədər qəbul verə bilirlər. Uzağı belə avqusta kiməsə verə bilir, amma bilmir ki, yəni mən düşünmürəm ki, avqusta qəbul verən biri gedib ora çatmaq olar da, həm dövlət təqaüd baxımından, həm də ki viza baxımından. Biraz da istəyərdim DP müsahibəndən danışaq, dövlət proqram müsahibəndən. IOA failindən, KAIS failindən danışdıq, Hong Kongdan danışdıq. Biraz da DP müsahibəndən danışaq. Normalda DP bakalavr müsahibəsi mən məlumat üçün deyim ki, kifayət qədər yəni medalçılar üçün, dünya komandasında olmuş şagirdlər üçün kifayət qədər rahat gəlir. İndi Xızır öz təcrübəsini danışsın. Hə, mən də yəni dövlət proqramı müsahibəsi daha doğrusu yəni normalda bilinir ki 25-dən sonra artıq müsahibələr başlayır və indi biz ICPC ilə bağlı yəqin ki birazdan danışarıq. ICPC ilə bağlı bizim Qazaxıstanda kampda iştirak eləməliyəm və 1 həftəlik kampdır. Normalda hər şey yolundadır və birdən-birə mənim ağlıma gəldi ki, bəs mən kampda olduğu müddətdə bunlardan mənə yəni müsahibə gəlsə bu necə olacaq? Yəni bu normalda fikirləşməmişdim. Getməyə bir 2-3 gün qabaq ağlıma gəldi ki, bəs belə bir şey olsa necə olacaq? Yəni vəziyyət necə mən nə edəcəm yəni? Normalda da offline girməliyik müsahibəyə. Vəziyyət ona gəldi ki, mən ADA-dan bununla bağlı rəsmi arayış aldım və dövlət proqramına göndərdim. Onlar bir xeyli maillər göndərəndən sonra qəbul elədilər və dedilər ki, bəs müsahibəni onlayn eləyərik və bəxtimdən də mənim 14-nə qədər səhv eləmirəmsə oradaydım. Və mənim müsahibəmdə götürüb və 6-sı gedirdim səhv eləmirəmsə, 6-sı artıq Qazaxıstanda olmalı idi. Mənim müsahibəmdə
5-i mənə Bakıda olanda müsahibə gəldi ki, bəs sizi 7-sinə müsahibəyə çağırırıq. Dedim, çox sağ olun. Yəni o boyda da mail falan göndərmişəm bunlara. Mailə falan baxmadan məni müsahibəyə çağırırlar. Yəni belə vəziyyət kritik idi, amma ofislərinə falan getdim. Yəni həll eləmək olduğunu çox təşəkkür edirəm. Bunu nəzərə aldılar. Və müsahibə mən Qazaxıstanda olanda onlayn formatda oldu və normalda mənim də gözləntim odur ki, bəs yəni dövlət proqramıdır və mən özüm olimpiyadaçıyam. Düzdür, yəni kifayət qədər olimpiyada sahəsində nailiyyətlərim var və ixtisasımla bağlı vəziyyət yaxşıdır və düşünürəm ki, yaxşı keçəcək müsahibə. Normalda da özümü təqdim eləmək, yəni ağlımda tutmuşam ki, yəqin ki, özümü təqdim eləyəndən sonra müsahibədə yəqin ki, mənim olimpiyada uğurlarıma falan da diqqət eləyəcəklər falan və müsahibəyə girdim. İlk sual oldu ki, nəyə görə adadan çıxıb xarici getmək istəyirsən və mənə heç özünü təqdim elə deyən belə olmadı, yəni. Və başladıq ki, bəs yəni izah eləməyə çalışdım ki, bəs yəni xaricdə daha yaxşı şanslar var və özümü daha yaxşı inkişaf eləmək olar və s. və vəziyyət o yerə gəldi ki, bəs yəni orada 3 nəfər var və Təhsil Nazirliyini təmsil edən şəxs belə çox israrlı idi ki, nəyə görə gedirsən? Yəni məqsəd nədir getməkdə? Yəni bir növ qısa, yəni mənim müsahibəm normalda uşaqların müsahibəsi olimpiyada falan bunlardan ibarət olur. Mənim müsahibəm nəyə görə adanı tərk eləyirsəndən ibarət idi və yəni təxminən 20-30 dəqiqə müsahibə oldu. Bilmirəm dəqiq nə qədər çəkdi deyə, yəni hiss eləmədim. Bir ömür çəkdi sənin üçün. Və məni müsahibədə konkret döydülər, yəni nə var? Ki, bəs nəyə görə gedirsən? Yəni bir sıra belə kritik suallar verildi mənə müsahibədə ki, bəs nəyə görə gedirsən? Və adanı tərk eləməkdə əsas səbəb nədir? Sən nəyə görə adaya girəndən sonra ancaq belə cəhd eləməsən ki, xarici gedəsən, bu əvvəlki illərdə də olub, indi də cəhd eləyirsən, səbəb nədir? Və yəni çox kritik oldu, belə deyim. Yəni bu şəkildə keçdi. Adadan niyə getməlisən? Bu okey. Başqa nə tip suallar verdilər ki, səni belə rahat döydülər, belə deyək? Yəni ən kritik suallardan biri o idi ki, bəs sən 2 il öncə adaya girəndə faktiki olaraq bir nəfərin yerini tutub girmisən və hal-hazırda da adanı tərk edib xarici getmək istəyirsən. Səncə nə dərəcədə bu ədalətlidir? Yəni məncə bu ən kritik suallardan biri idi verilən ki, bəs yəni burada artıq çıxış yolu biraz qəribədir də. Yəni 2 il girmisən, nəyə görə girmisən? Burada bilmirəm mən adaya girdiyimə peşman olmalıyam, yoxsa xarici getməyimə peşman olmalıyam. Yəni çox kritik bir an idi, amma orada vəziyyətdən çıxmağı bacardım və izah elədim ki, bəs mən olimpiyada yönümlü qəbul olmuşam və mən timlə girməmişəm ki, bəs yəni kimsə yerini tutsun. Hansı kvota ilə girməmisən? Hə, yəni orada artıq müsabiqədən kənar qəbul olmuşam deyə mən düşünmürəm ki, orada kimsə yerini tutmuşam və orada yəni onlara izah elədim ki, bəs vəziyyət belədir. Amma bilmirəm onlar nə dərəcədə qane elədi bu cavabım. Yəni biraz yəni onların dediyinə əks bir cavab oldu, amma vəziyyətdən çıxmaq üçün yəni deməli olduğum bir cavab idi, təəssüf ki. İndi biz dövlət proqramından cavab gözləyirik. Və 2 ssenari var. Bir ssenariodur ki, qəbul gəlir, bir ssenariodur ki, imtina gəlir yenə də. Qəbul gəlsə bəllidir ki, hamı xoşbəxt olur və gedirsən. İmtina gəlsə nə olacaq? İmtina gəlsə də yəqin ki, ada ilə davam edəcək. Yəni belə artıq döyülməyə öyrəşdiyim üçün məncə. Məncə bərkidir. Məncə yaxşı bərkidir. Hə, yəni vəziyyət biraz qəlizdir, amma yenə də artıq qəbul gəldiyi halda aydın məsləhəti gedib oxumağı planlaşdırıram. İmtina gəlsə də artıq yəni qismət də yəni nə edə bilərik? Yəni mən əlimdən gələn maksimumunu eləməyə çalışdım və artıq imtina gəlirsə də artıq bundan sonra 3 il yəqin ki, adada oxuyacağam və adada olduğum illəri maksimum dərəcədə dəyərləndirməyə çalışacağam, belə deyim. Ya burada indi yəqin ki, indidən belə şər danışmaq yaxşı deyil, amma adanın yəqin ki, partnyor olduğu Erasmus bəlkə universitetlər əgər o proqram bərpa olunsa, o fürsət ola bilər, mübadilə ola bilər. Erasmus düzdür, hal-hazırda aktiv deyil. Dondurulubdur, amma ehtimal var ki, bəlkə önümüzdəki illərdə yenidən sən gələndən sonra qurudu, orada bağlandı. O da bağlanıb əslində, yəni görünən odur ki, burada qalsa burada getməyəcəm. Mən istəyərdim ki, biraz da biz Xızrə bir neçə alt başlıqdan daha danışaq. İstəyərdim ki, əvvəlcə ICPS-dən danışaq. RFO və IOI-ın universitet davamı ICPS yarışıdır və bu ildə finalı
Azərbaycanda keçiriləcək. Siz deyəsən keçən il də iştirak eləmisiniz. Birinci kursda da 2 il iştirak elədim. Mən istəyirdim ki, həm ICPC-nin formatı nədir, bəlkə bizi izləyən Bakıda oxuyacaq olan tələbələr ya oxuyan ailələr, şagirdlər, onlarda fikir olsun ki, ICPC nədir, formatı nədir, ilkin nəticələriniz nə oldu, ikinci il və indi Bakıda qlobal finalda deyəsən ikinci Azərbaycan komandasısınız da finalda iştirak edən. Bir dəfə adadan bir komanda olub. Bu il düzdür 2 komandasız, amma yəni ikinci, üçüncü komandasız ki, iştirak edib. Biraz o təcrübəndən danış. Biz ümumiyyətlə əgər məktəbi qurtarıb və olimpiyada çıxsa və bundan sonra Azərbaycanda oxuyacaqsa, düzdür, xaricdə də mümkündür, amma Azərbaycanda olanda daha rahatdır məncə. Biraz xarici universitetlərdə ICPC komandasına düşmək çətin məsələdir. Çünki xarici universitetlərin kifayət qədər əcdaha götürdüyü əcda uşaqları olur ki, bəs həmin uşaqların məsələn KAIS-də və yaxud da MIT-də falan ICPC-nin komandasına düşmək məncə çox çətin məsələdir və orada rəqabət də çox güclüdür. Amma Azərbaycanda əgər siz olimpiyadaçısınızsa və universitetə girmisinizsə, sizin universitetdə ICPC komandasına düşmə və ən azından ICPC komandası yaradıb ICPC-də iştirak eləmə şansınız olur. Bizim də mənim özümün birinci və ikinci kursda oxuyarkən bu şansım oldu. Yəni ilk girdiyim ili adanın ikinci komandası idi. Düzdür, birinci komandası fərqli idi. İbrahimgil olan bir başqa bir komanda var idi. İbrahim Tağızadə. Bəli, İbrahim Tağızadə. Buradan ona da salamlarımız çatdırır. Bəli, onlar da buradan salamlar. O adanın birinci komandası idi və mən ikinci komanda olaraq keçən il mən və komanda yoldaşlarım Rəsul və Anar, yəni riyaziyyatçı Anar hal-hazırda KAIS-də oxuyur o da. Ona da buradan salamlar. Hamısına salamlar. Onunla bir yerdə keçən bir komanda qrup orada iştirak eləmişdik. Gürcüstan, yəni bir neçə mərhələ olur. Birinci universitet mərhələsidir. Yəni Azərbaycanda 2 tur olur, belə deyim. Birinci tur 8-də 1 sayılır deyəsən. Sonra 4-də 1 mərhələ olur. Hər ikisi Azərbaycanda. Hə. Sonra 4-də 1-dən seçilən komandalar 2-də 1 mərhələ yarım finalda iştirak eləyirlər. Gürcüstanda olur bu mərhələ və hər il Gürcüstanda olur bu arada. Yəni bu fərqli regionlarda olur ICPC. Yəni fərqli regionlardan bir ICPC World Finals var və World Finals'a seçilən komandalar fərqli regionlardan seçilən komandalardır və bizim regiondakı biraz post-sovet ölkələrinin yerləşdiyi komandadır, belə deyim. Yəni Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Belarusiya və s. bu kimi ölkələrin yarışdığı, belə deyim, region bizim region sayılır və biz orada iştirak edirik. Gürcüstana gedirik hər ili. Düzdür, bütün komandalar Gürcüstana gəlmir, amma adətən məsələn Azərbaycan komandaları və s. Gürcüstanda gedib iştirak edirlər. Biz keçən il getdik, yarımfinal mərhələsinə qədər gedib çatdıq və Gürcüstanda iştirak elədik, amma Gürcüstandan finala keçə bilmədik. Bu il amma yenidən iştirak elədik. Həm 8-də 1-dən yarımfinala qədər iştirak elədik. Düzdür, yarımfinalda çox da yuxarı nəticə göstərə bilmədik. Yenə də əslində normal şərtlər altında olsaydı, yəqin ki, finala keçid eləyə bilməyəcəkdik. Amma bu ili Azərbaycanda olduğuna görə World Finals, belə deyim, hər bir ölkədən biz həm də bu ili Azərbaycan çempion olmuşuq Ada Universiteti olaraq. Hər bir ölkənin elə bil, məsələn, Azərbaycanda keçirildiyi zaman World Finals, bu arada World Finals Azərbaycanda keçiriləcək və belə deyim, avqustun axırı sentyabrda deyəsən. Avqustun axırı, sentyabrın əvvəli Azərbaycanda başlayacaq. World Finals hər il hansı ölkədə keçirilirsə, həmin ölkəyə wild card verir. Yəni məsələn, Azərbaycanda keçirilirsə, Azərbaycanda çox yaxşı nəticə göstərmiş, yəni yarım finalda çox yaxşı nəticə göstərmiş 1 və ya 2 komanda artıq World Finals-a avtomatik keçmiş olurlar və biz də əslində bir növ wild card-la keçmişik, amma yarım finalda da nəticəmiz, belə deyim, çox aşağı deyildi, amma başqa ölkədə olsaydı yəqin keçməzdik. Çünki World Finals-a belə deyim, keçmək çox belə çətin bir prosesdir. Burada Rusiya komandaları var və bizim olduğumuz region ən çətin regionlardan biri sayılır deyə bizim yəni ICPC World Finals-a keçməyimiz kifayət qədər çətin bir prosesdir və hər dəfə World Finals-a keçən komanda bir növ tarixi bir şey olur da, yəni tarixi bir hadisə olur və bu ilk dəfə İbrahimgilin, az öncə qeyd etdiyim İbrahimin halında olmuşdu. O da World Finals-a iştirak edib, düzdür, o başqa ölkədə olanda iştirak eləmişdi. Bizim halımızda bu il Azərbaycanda keçirildiyi zaman, yəni bu il iştirak edəcək World Finals-a və hal-hazırda World Finals hazırlaşırıq, belə deyim. Təşəkkür edirəm Xızrı. Məncə birinci hissədə
artıq Rufun tələbəsi olaraq qism ancaq kifayət qədər detallı məlumat verdi. Təşəkkür edirəm. Artıq ikinci hissədə müəllim olaraq davam eləyərik. Çox sağ ol. Çox xoşdur müəllim.